Kim mənim zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və biz qiyamət günü onu kör kimi hüzurumuza gətirdəcəyik. O deyəcək: ey Rəbbim, mən dünyada görürdümsə, indi nə üçün məni kör olaraq gətirdin? Allah deyəcək: elədir, çünki sənə ayələrimiz gəldi, sən isə onları unuttun. Bugün də sən beləcə unudulacaqsın. Biz həddi aşanı və Rəbbinin ayələrinə inanmayanı belə cəzalandırır. Axirət əzabı isə daha şiddətli və daha sürəklidir.